وذكر فإن الذكرى تنفع المؤمنين. الحمد لله رب العالمين والصلاة والسلام على رسول الله وعلى آله وصحبه أجمعين. أما بعد. Elhamdülillah, Allah subhanahu wa ta'ala həm sənələr olsun ki, bizi müvəffəq elədi yenə toplaşmağa və biz deməli Muhammed Ət-Təmimi rahimehullahın Kitab-ül Kəbair, Böyük Günahlar kitabını oxumağa davam edirik və kitabı şərh edən də Şeyx Salih Əl-Fovzan idi və biz gəldik çatdıq Bəb Kəbair Əl-Qalb, qəlblə olunan, insanın qəlbi ilə etdiyi böyük günahlar və bu fəslə çatdıq. Bundan qabaq biz deməli götürdük böyük günahların içərisində daha böyükləri və böyük günahların özünün iki qismə bölünməyi, böyük günahlar və ondan daha böyük günahlar. Və həmçinin böyük günahları, daha doğrusu günahlar barədə ən əvvəldə bir bölgü keçdik ki, günahlar iki qismə bölünür, kiçik və böyük. Və bugün də böyük günahların içərisindən bir qismə keçirik, o da qəlblə olunan. Var əzalarla olunan, var qəlblə xas olunan böyük günahlar. Və bugün ondan danışacağıq. Və Muhammed Ət-Təmimi rahimehullah fəsli açan kimi dərhal bir dənə hədis gətirir burada. O hədisə oxuyaq. Deyir ki, An Əbi Hüreyrə radiyallahu anhu qal, qalə Rasulullah sallallahu aleyhi və səlləm. Əbu Hüreyrədən rəvayət olunur ki, Allah Rasulü sallallahu aleyhi və səlləm belə buyurdu. İnna Allah la yanzuru ilə suvarikum və əmvalikum. Allah sizin mallarınıza və zahiri görünüşünüzə baxmaz. Velakin yanzuru ilə qulubikum və a'malikum. Lakin Allah sizin əməllərinizə, yəni əməllərinizin salih olub olmamasına buna baxar və qəlblərinizə baxar. Qəlblə olunan böyük günahlar fəslində dərhal bu hədisi gətirir. Çünki qəlblə bağlıdır. Fikir verin, Allah Subhanahu taala bizim zahiri görünüşümüzə, gözəl geyinməyimizə, gözəl minirlə gəlməyimizə buna baxmır. Allah Subhanahu taala bizim qəlbimizə baxır. Salamat bir qəlblə gəlmirsən, yoxsa hansı ilə gəlmirsən, Allah baxdığı odur və salih əməllərə baxır. Və bu hədisdən sonra başqa bir hədis də gətirir müəllif. Sadəcə bu ikinci hədisi oxumamışdan Şeyx Salih Əl-Fovzan bu hədisə şərh verir. Deyir ki, Əl-Kəbair tənqasimu ilə qismeyn. Deməli, bölgüləri bir də xatırladıram, yadda qalmaq üçün. Günahlar iki qismə bölünür, kiçik və böyük. Sonra şeyx deyir ki, böyük günahlar da iki qismə bölünür. Böyüklər və daha böyüklər. İndi isə deyir ki, böyük günahlar iki qismə bölünür. Hansı cəhətdən? O günahların nə ilə həyata keçirilməsi cəhətindən. Şeyx deyir ki, iki qismə bölünür böyük günahlar. Ən birincisi, əzalarla olunan böyük günahlar, oğurluq kimi, zina kimi, başqa bir insanı haqsız yerə öldürmək kimi nədir? Əzalarla olunan böyük günahlardandır. Sonra deyir, böyük günahların ikinci qismi kəbairul qulub, qəlblərlə olunan böyük günahlar. Onlara da misal verir kibir, həsəd, təkəbbürlü olmaq, həsəd eləmək başqasına, ucub, özünü bəyənmək, özünü hamıdan üstün görmək və bunun kimi bəzi xislətlər, inşallah onlara bir-bir şeyx ayrı-ayrı fəsillər gətirib danışacaq. Ucub nədir? Hansı halda ucub olur və s. Hamısından ayrı-ayrılıqda danışacaq. Sonra Şeyx Salih Əl-Fovzan deyir ki, فَكُلٌّ مِنَ الْكِبْرِ وَالْاِخْتِيَارِ وَالْعُجُبِ وَاِزْدِرَاءُ النَّاسِ deyir, hər bir təkəbbürlük və lovğalıq, ucub, özünü bəyənmək və həmçinin insanları xor görmək və ihtiqaruhum və onları təhqir etmək, həsəd və buğdun nəs, daha doğrusu və buğdun haqq, deyir ki, həsəd eləmək insanlara, haqqa buğz eləmək, haqqa nifrət eləmək, haqqı sevməmək. Sonra və hubbul münkər, münkər əməlləri sevmək. Qəlblə sevirsən çünki sevgi qəlblə olur. Münkər əməlləri sevmək, həzihi min ə'malil qulub. Bütün bunların hamısı qəlblə olunan nədir? Böyük günahlardandır. Sonra deyir ki, qardaşlar, gec başladıq. İstəyirəm ki, bəzi yerləri müxtəsərləşdirək, bəzi yerləri hətta imkan olsa oxumayaq. Şeyx deyir ki, amma deyir, imamın gətirdiyi bu hədis, yəni Muhammed Ət-Təmiminin gətirdiyi yuxarıdakı hədis haqqında
فإنه يبين أن الله عز وجل لا ينظر نظر اعتبار وجزاء. Allah subhanahu ve teala nədir? Etibarlılıq baxışı ilə və ona mükafat vermək baxışı ilə baxmaz. O kəsə ki, onun qəlbində fəsad var. Qəlbi ilə etdiyi böyük günahlardan var. La yanzuru iləl əcsam və cəmaliha. Yəni Allah subhanahu teala bədənlərin gözəlliyinə baxmaz. Nə ilə yanaşı baxmaz? Mə'a fəsadil qulub. Qəlblər fəsad olmağı ilə yanaşı. Amma Allah subhanahu teala insanın zahiri görünüşünə heç bir dəyər vermirmi? Verir. Əgər həm qəlbi salihdir, salih insandır, həm də zahiri görünüşünə diqqət edir. Məsələn, zahiri görünüşünə diqqət edir ki, gözəl geyinsin, səliqəli geyinsin, gözəl nümunə olsun, bir mömin olaraq səliqəli bir görünüşdə olsun, Allahın şüarlarına, dinini uza tutmaq üçün, Allahın dininə təriflər gəlsin deyə və s. Niyyətini düzəldərək eləyərsə, inşallah ona da savab var və Allah subhanahu teala buna da nə deyir? Buna görə də ona qədir qiymət verəcək və ona savab yazacaq. Sadəcə burada hansı zahirə baxmaz Allah subhanahu teala geyindiklərinizə, sizin zahirinizə, mal mülkünüzə baxmaz. Hansı cəhətdən? Yəni qəlbi fəsad olduğu halda. Malı var, mülkü var, amma qəlbi fəsaddır. O malı, mülkü ancaq haramlara xərcləyir və s. Allah subhanahu niyə baxsın ki, onun malına, mülkünə? Niyə qədir qiymət versin ki? Amma adam var, malı, mülkü var. Allah yolunda xərcləyir. Kasıblara yardım eləyir. İslamın güclənməsi üçün malından kömək eləyir. Əlhamdülillah. Allah subhanahu teala onun bu malına görə ona qədir qiymət verəcək. Sadəcə düzgün başa düşmək lazım. Ona görə deyir ki, şeyx, mə'a fəsadil qulub. Qəlbin fəsad olmağı ilə yanaşı Allah baxmaz mala, mülkə, zahiri görünüşə. Və şeyx deyir ki, ola bilsin ki, insan zahiri görünüşü çox gözəl olsun, lakin qalbəhu fəsidun və fəsiqun. Ola bilsin ki, zahiri görünüşü çox gözəl olsun, cəlb edici və s. Amma fəsad insan olsun, qəlbi fəsad olsun və fasiq olsun. Fallahu la yanzuru ileyhi nazara ikramin və nazara rahmetin. Allah ona ikram, lütf eləmək nəzəri ilə baxmaz və ona rəhmət nəzəri ilə baxmaz Allah subhanahu teala bu halda. Və innəmə yanzuru ileyhi nazara qadabin. Allah subhanahu ona ancaq qəzəb nəzəri ilə baxar. Allah subhanahu teala bizi qorusun. Və sonra şeyx burada bu məsələ ilə bağlı bəzi dəlillər gətirir və s. biz sürətli keçməyə çalışırıq. Sonra Muhammed sallallahu aleyhi və səlləmdən bir hədisi gətirir burada, ona toxunaq mühümdir. Deyir ki, Muhammed sallallahu aleyhi və səlləm bir hədisində Rubbə əş'əsə mədfu'in bil əbvəb. Ola bilsin ki, insan əş'əs nədir? Zahiri görünüşündə, yəni saçı başı dağınıq, üstü başı toz, torpaq. Ola bilsin ki, deyir, zahiri görünüşündə insanın halı bu olsun və qapılardan qovulsun. Kimin qapısına elə adam gəlsə, nədir insanlarda xislət? O adamı qovarlar evindən. Üst başı toz, torpaq, saçı başı dağınıq. O insanı qapıdan qovarlar. Ona görə Muhammed sallallahu əleyhi və səlləm qapıdan qovulmuş, saçı başı dağınıq, üstü başı toz, torpaq olan nə qədərləri var ki, "Ləv aqsama alallahi" əgər onlar Allah subhanahu wa taala and içsə, "la abarrahu." Allah subhanahu wa taala onları doğrulayar. Çünki zahiri görünüşündə problem var onun. Üstü başı toz torpaqdır. Saçı başı dağınıqdır. Amma qəlbi təmizdir, Allaha bağlıdır, sadiqdir Rəbbi ilə. Amma belə kimsəyə deyir ki, əgər o and içsə Allah subhanahu taala bir şeyə ki, bu məsələ belədir, o elə olmasa da Allah subhanahu taala onu elə eləyər. Onu yalancı çıxartmaz. Onu doğrulayar, o mənadadır. Allah subhanahu taala bizi salamat qəlb sahiblərindən eləsin. Ona görə şeyx bunu dəlil kimi gətirir bu məsələyə ki, Allah zahiri görünüşə baxmır. Allah subhanahu taala məsələn necə ki burada. Zahiri görünüşə heç nədir? Dəyərsizdir insanların yanında, amma Allah subhanahu taala onu doğruluyur. Onu tək qoymur, köməksiz. Sonra şeyx burada həmin məsələləri yenə də təkrarlayır, isbat edir, bəzi dəlillər gətirir ki, Allah subhanahu taala zahiri görünüşə baxmır və s. Sonra deyir ki, ola bilsin ki, insanların yanında qədir qiyməti, dəyəri olmayan, dəyərsiz bir
insan olsun, amma Allah qatında böyük məqam sahibi olsun. Allah qatında böyük nədir? Fəzilət sahibi olsun. İnşallah kifayətdir. Sonra isə növbəti hədisə keçək. Sonra Muhammed Ət-Təmimi rahimehullah ikinci bir hədis gətirir və bu babı bu ikinci hədislə yekunlaşdırır. Deyir ki: "Və anin Nu'man ibn Bəşir, Nu'man ibn Bəşirdən rivayet olunur mərfu'an." Yəni Allah Rəsuluna çatır bu rivayətin sonu. "Əla və inne fil cəsədi mudğah." Muhammed sallallahu aleyhi və səlləm deyir ki, bir hədisdə insanın bədənində elə bir ət parçası var ki, İzə salahat salahal cəsədu kulluh. O islah olarsa bütün bədən nədir? İslah olar. Və izə fəsədət fəsədəl cəsədu kulluh. O ət parçası insanın bədənində fəsad olarsa, xarab olarsa, bütün bədən xarab olar, fəsad olar. Ələ və hiyəl qalb. Məgər o qəlb deyil, Allah Rəsulü deyir. Yəni qəlbdir o. O islah olanda bütün bədən, əzalar hamısı islah olur. O fəsad olanda bütün bədən fəsad olur. Və bu hədisin şərhində Şeyx Salih Əl-Fovzan deyir ki, "Həzəl hədis yədullu alə əhəmmiyyəti salahil qalb." Bu hədis qəlbin islah olmasının mühümliyinə dəlalət edir. Yəni insan çalışmalıdır qəlbini islah etsin. Orada fəsaddan nəsə varsa, onu çıxartsın. Onu atsın bayıra. Çünki Allah Subhanahu taala nə deyir? Sən elə bilmə ki, insanlar sənin qəlbində olanı görmür, alimlərin Rəbbi də görmür. Allah Subhanahu taala deyir ki, "Ya'lemu xainətel a'yun." Allah baxışlarda olan o xainlik var ha, xain baxışlar. Allah deyir o xain baxışları da bilir. "Və ma tuxfis sudur." Və o qəlblərin içərisində nə gizlətmisiniz? Allah ondan da xəbərdardır. Ona görə də qəlbin islahı mühümdür. Baxmalısan ora, yoxlamalısan ora. Səndən başqa heç kəs oranı görmür Allahdan. Allah təbii ki, bəndələrin arasında səndən başqa görən yoxdur oranı. Sənsən oranı görən qəlbində olanları. Amma özün islah eləyəsən. Heç kəs ora girib oranı müalicə edə bilməz. Və oranı sən müalicə eləməlisən. Nə var orada? İslamın sevmədiyi, razı qalmadığı, bəyənmədiyi. Onları təmizləyib atacaqsın. Və ennəl ibrətə leysə bi cəmalil cisim və innəməl ibrətu bil qalb. Yəni deyir ki, ibrət insanların zahiri görünüşündə deyil, ibrət nədir? Qəlbdədir. Sonra şeyx deyir ki, "Və hadisun Nu'man ibn Bəşir tavil." Deyir ki, Nu'man ibn Bəşirin bu hədisi əslində insanın bədənində bir ət parçası var, qəlb bayaq oxuduğumuz. Deyir, bu hədis əslində uzun bir hədisdən götürülüb. Sonra o hədisin əsl mətnini də gətirir, fayda olaraq şeyx. Gəlin oxuyaq. Çünki əzəmətli faydalar var. Hədisin orijinalın tam əvvəlindən oxusaq, əzəmətli faydalar var. Necədir hədisin əvvəli? Deyir ki, "Vələfzuhu ində Muslim." Həmən hədis İmam Muslimin kitabında, Səhih Muslim kitabında tam olaraq bu cür gəlib. Sonra hədisi gətirir. Deyir ki, Allah Rəsulü buyurur ki, "İnnəl hələlə beyyin." Halallar açıq-aşkardır, məlumdur, bilinir. "Və innəl haramə beyyin." Haramlar da bilinir. "Və beynəhumə müştəbihət." Və o halallarla haramların arasında şübhəli olan şeylər var. "La ya'lemuhunne kəsirun minən-nas." Allah Rəsulü buyurur ki, o şübhəli olan şeylər var. Onların hökmünü insanların çoxsu bilmir. Deməli, insanların çoxsu onu bilmir. Quranilərə rədd var əslində burada götürsək. O kəslər ki, hədisləri inkar edir, onlara rədd var burada. Halallar da var, haramlar da var. Onların arasında şübhəli şeylər var. O şübhəli şeylər insanların çoxu Allah Rəsulü deyir, bilmir. İnsanların çoxu bilmir o. Şübhəlidir, iki başlıdır. Belə də başa düşülə bilər, belə də başa düşülə bilər. Onlar deyirlər ki, yox, Quranda nə var bizə kifayətdir. Sən Quranı oxusan, orada müştəbihətlərdə çaşarsan, şübhəli olan şeylər var axı orada. Hər kəsin bilənmədiyi. Sən Quranı üzündən oxuyanmırsan ərəbcə. Sən məni təkvir edirsən, Quranı üzündən oxuyanmırsan. Və yaxud da məsələn qədərlilər olsun da, fərqinə. Əslində, ümumi götürsəniz, qardaşlar, nəyə görə qədərlilərlə təkvirimi birləşdirdim, bir yerdə dedim. Əslində sən baxsan, əhl-i sünnə vəl cəmaədən başqa bütün firqələrdə xuruc var, xavariclik var. Və özləri başa düşməyə çalışırlar. Həm xavariclərə rədd var, həm də qədərlilərə rədd var.
davası qədərlərə yox, Quranilərə rədd var. Onlar deyirlər ki, Allahın kitabı bəsdir. Bəs deyil. Nə qədər ayələr var ki, sahabələr oxudular, gəldilər, dedilər ki, biz bu ayəni belə başa düşmüşük, Allah Rəsulü dedi ki, siz səhv başa düşmüşsünüz. Ayə elə deyil, belə. Deməli, səhv başa düşmə sahabədə olursa, xayrun nəsi qarni deyir hədisdə, ən xeyirli insanlar mənim əsrimdə yaşayan. Ən xeyirli insanlarda səhv başa düşmə olursa, səndə də olur. Sən daha layiqsən, səndə səhv başa düşmə olsun. Ona görə labuddur ki, sən hara qaydasan, Qur'anı bilmək üçün, mənasını başa düşmək üçün, hədislərə. Sonra Muhammed sallallahu aleyhi ve sellem deyir ki, فَمَنْ اِتَّقَى الشُّبُهَاتِ فَقَدْ اِسْتَبْرَأَ لِدِينِهِ وَعِرْدِهِ Kim şübhəli şeylərdən uzaq durarsa, dinini və irzini qorumuş olar. وَمَنْ وَقْعَ فِي الشُّبُهَاتِ Fikir verin, kim şübhəli şeyləri yeyib girərsə, وَقَعَ فِي الْحَرَامِ Harama girmiş olar. Görürsünüz? Belə də deyənlər var, belə də deyənlər var. Bəziləri deyir ki, olar bu məsələ, bəziləri deyir ki, olmaz. Əxizən, bəzi alimlər deyiblər ki, telefonla çəkilən şəkil deyəsən o harama aid deyil. Yaxşı. Birincisi, ona sən heç kəs zəmanətini verə bilməz ki, telefonla çəkilən, fotoaparatla çəkilən şəkil o nə deyir? Kullu musavvirin finnar. Hər bir şəkil çəkən, surət yaradan oddadır. Sən gəlirsən ki, yox, axı, bəzi istisnalar deyiblər ki, deyəsən telefonla çəkilən ora aid deyil. Bəzi alimlər belə deyiblər. Yaxşı. Birincisi, o söz xətadır. İkincisi, yaxşı deyək ki, sən deyən kimidir. Bu fikirdə var, dayanaq üstündə. Məsələ nədir artıq? Artıq bu məsələ nəyə çıxdı? Belə hətta yanaşsa. Əslində məsələ elə deyil, ha. Şəkil haramdır, vəssalam. Qutardı, getdi. Orada ikinci söhbət yoxdur. Deyək ki, sənin dediyin kimidir, yaxşı. İxtilafdır falan, o ixtilafı da mötəbər sayaq, mötəbər ixtilaf sayaq. Məsələ nədir? Şübhəlidir yoxsa yox? Muhammed sallallahu deyir ki, kim şübhəli şeylərdən çəkinərsə, dinini və irzini qorumuş olar. Kim o şübhəli şeylərə düşərsə, nəyə düşmüş olar, deyir Allah Rasulü? Fil haram. Harama düşmüş olar. Ona görə də nəfsin bir şey istəyir deyə, qardaşım, belə də var, belə də var. Ona getmə. Nə ehtiyatlıdır, ən ehtiyatlı hansıdır? Onu götür. Özünü qoru yine. Sonra hədisdə misal verir. Deyir ki, kərra'i yar'a havləl himə. Məsələn, deyir, çobanı misal verir Allah Rasulü. Deyir, sürüsünü otarır, hasara alınmış, qorunaqlı bir yerin ətrafında. Hasardır, hasarın ətrafında güdürsən sürübü. Onun halı nədir? Şübhəli yerdə güdürsən sən. Hər an harama düşə bilərsən. Yəni, hər an başqasının sahəsinə girə bilərsən heyvanların. Onu misal verir Allah Rasulü. Yuşiku ən yarta'a fihi. Fikir verin. Qorxulur ki, o sürü, o qorunan yer var, ha, orada daxil olsun. Bunu Allah Rasulü nə üçün misal verir? Yəni, şübhəli şeylərə düşənin misalıdır bu. Sən də şübhəli şeyə düşəndə qorxulur ki, sən harama düşəsən. Bu odur. Sonra deyir ki, Ələ və innə himəllahi məhərimuhu. Məgər Allahın da haramları, daha doğrusu, məgər Allahın da qoruduğu yer, o hasara aldığı yer, onun haramları deyilmi? Yəni, sən də şübhəli şeylərə düşməklə o sürünü başqasının sahəsinin yanında güdən kimisən. Şübhəli şeyə girməklə Allahın haramlarının sərhəddindəsən. Hər an düşə bilərsən o haramlara. Ona görə çəkinməlisən. Bu misalı da budur. Və hədisin davamı da zaten bayaq oxuduğumuz. Bədəndə elə bir ət parçası var ki, o islah olsa bütün bədən islah olar, o fəsad olsa bütün bədən fəsad olar. Hissəsidir. Neçə dəqiqə oldu axı? Neçə dəqiqə oldu? İnşallah tamam. Deyir ki, hədisdə gələn fəqavluhu mudğa, hədisdə gəldi ki, insanın bədənində bir dənə ət parçası var. Mudğanı izah edir. Yəni, mudğa deyir, ət parçası deməkdir. İzə salahət bi ənsarat qalbən, səlimən, tayyibən. Hə, indi məsələ gəlir. Qəlbim təmizdir deyənlərin məsələsi gəlir. Deyir ki, bi ənsarat, sayır bir şeyx. Qalbən, səlimən, tayyibən. Fikir verin. Mu'təbəran, zəkiran. Allah Azze və Cəllə. Hansı qəlbdir o təriflənən qəlb? Mən qəlbim salamatdır, mən qəlbim təmizdir, mən qonşunun toyuğuna heç iş demirəm, mən belə, mən elə. Gündə 5 vaxt namaz yoxdur. Ramazan ayı oruc yoxdur.
Və necə olur? Malının zəkatı yoxdur. Və necə olur sənin qəlbin təmizdir? Və o gəlir. Deyir, şeyx, necə olmalıdır salamat qəlb? Gözəl olmalıdır, etibarlı olmalıdır və zəkiran Allah Azze və Cəl. Allahı zikr edən olmalıdır. Haram eləyəndə yadına düşməlidir Allah. Tərk eləməlidir haramı. Xeyrə səni təşviq eləyən olanda Allah xatırlamalısan. Allah üçün o xeyrə getməlisən. Geriyə çəkilib durmamalısan kənarda. Bax, bu cür. Allahı zikr edən qəlb olur. O cür olur. Xaifən minhu. Allahdan qorxan olmalıdır o qəlb. Şeyx Ələsayir. Xaifən minhu. Allahdan qorxan olmalıdır. Və xaifən minhu və xaşiən ləhu. Və ona yəni meyilli olmalıdır onun qəlbi. Qulun qəlbi Rəbbinə meyilli olmalıdır, ona yönəlməlidir. Muhibbən lil xayri. Xeyri sevməlisən. Xeyri sevmirsənsə salamat qəlb deyil. Namazdan böyük xeyir var. Necə yəni, sənin həyatında namaz yoxdur, sən deyirsən ki, mənim qəlbim təmizdir. Və əhlihi. Xeyrin əhlini sevməlidir. Və saqqal görəndə qaçır uzaqdan. Hansısa cahillərin və s. qoyduğu adından o da ad qoyur. Qardaşım, bu saqqalı sənin Peyğəmbərin saxlayıb da. İnanıram, yoluna qurban olum dediyin o Peyğəmbər saxlayıb da bu saqqalı. Allah əmr edib da. Nə deyir Muhammed sallallahu aleyhi ve sellem? Soruşur, Yahudiləri görür ki, bığlarını saxlayıblar, saqqallarını qırxıblar. Deyir, bu nə haldır? Allah Rəsulü. Allah Rəsulü soruşur, deyir, bu nə haldır? Deyirlər ki, bizim Rəblərimiz bizə belə əmr edib. Ki, yəni, saqqalı qırxaq, bığ saxlayaq. Yəni, Rəblərimiz, onlar öz bütlərinin zadı qəsd edirlər. Nə deyir, yəni, öz rahiblərini və s. Onlar rahiblərini də öz ilah kimi görür. Allah Rəsulü deyir ki, bizim də Rəbbimiz bizə saqqalları uzadıb, bığları qısaltmağa əmr edib. Bu Allahın əmri də. Bizim Rəbbimiz də bizə bunu əmr edib. Bəs niyə saqqallı görəndə qaçırsan? Və necə salamat qəlbdir? Şeyx deyir ki, salamat qəlbi odur ki, xeyir əhlini sevərsən. Namaza gedənləri niyə lağa qoyursan ki? Və s. İnsan qəlbini nədir? Yoxlamalıdır. Mubğidan leşşər. Fikir verin. Salamat qəlbin vəsifləri də şərri sevməməli, şərrə buğz eləməlidir. Bütün gün şərlərdəsən. Nətər qəlbim təmizdir mənim. Bütün gün şərlərdəsən. Elə 5 vaxt namazı tərk etməyin şər olaraq sərbəstdir. Musiqi məclisləri, içki məclisləri, siqaret məclisləri. Hələ biz başqa şeylər demirik. Və əhlihi. Şər əhlinə də qəzəb eləməlisən. Şər əhlinə qəzəb eləməlisən. Qəzəblənməlisən onlara. Oturursan yanında içki içir, səsi çıxartmırsan. Necə salamat qəlbdə o? Necə təmiz qəlbdə o? Necə oturursan orada? Oturmuşsan 5 dənə cahilin içərisində xoşa gəlməyən sözlər, küfürlər və s. Allahı qəzəbləndirəcək qeybət. Oturmuşsan sən də sakitcə. Necə qəlb daxı o? Necə narahat olmur? Necə sıxılmır axı o qəlb? Sıxılmalıdır da. Sən iman gətirmirsənsə Allah Subhanahu taalaya, sıxılmalıdır Allahın qəzəb elədiyi şeylərdən sənin qəlbin. Sıxılmırsa vallahi yoxla qəlbini. Vallahi yoxla. Nə deyir İbn Qeyyim? Hər axşam 1 saat otur, özünü yoxla. Günlük əməlləri tərəziyə qoy. Sən haqq hesaba çəkməmişdən qabaq axirətdə. Özünü bir haqq hesaba çək görək. Bugün neynəmirsən? Neçdən qeybət eşitdin? Neçdən neynədin? İnsan nədir? Yoxlamalıdır özünü. Sonra şeyx deyir ki, وَهَذَا هُوَ الْقَلْبُ السَّلِيمِ Bax, salamat, təmiz olan qəlb, bax, budur deyir şeyx. Belə olur. Bu vəsifləri cəm eləyəndə olur. Yoxsa o qəlb salamat qəlb deyil. Sonra ayələr gətirir, Allah Subhanahu buyurur ki, يَوْمَ لَا يَنْفَعُ مَالٌ وَلَا بَنُونَ O gün, qiyamət günü nə mal, mülk, nə də oğul, uşaq fayda verməyəcək. Vallahi verməyəcək, qardaşım. Özünü yorma. Heç kim demir, pul qazanma. Heç kim demir, gözəl mini sürmə, gözəl ev sahibi olma, ailəvə qəşəy baxma, övladlarına gözəl geyim alma. Heç kəs bunu demir. Amma qardaşım, özünü yorma. Bunun üçün yorma, dəyməz. Vallahi dəyməz. Dünyada qalacağın qədər onun üçün çalış. Və axirətdə qalacağın qədər onun üçün çalış. İndi haqq hesabı sən elə. Allah Resulü buyurur ki, 60-70 ildir ümmətimin orta yaşı. İndi sən haqq hesabı götür, görək necədir, qiyas necədir, riyaziyyatla götür hesabla. Əbədi, axirət,
60-70 illik bu həyat. Ona görə də o haqq hesabı sən götürəsən. Özünü çox yorma, ehtiyac yoxdur. Vallahi sən dünyadan qaçdıqca o sənin zaten dalından düşür. Üstünə belə cummağa ehtiyac yoxdur. Şeyx gətirir bu ayəni. Allah Subhanahu buyurur ki, o gün nə mal, mülk, nə də övladlar bir fayda verməyəcək. İllə mən ətəllahə bi qalbin səlim. Yalnız nə fayda verəcək o gün? Yalnız kim salamat, təmiz qəlblə, səlim qəlblə Allahın huzuruna gəlib çıxıbsa, və o fayda verəcək. Cahillərin dediyi kimi yox ha, qəlbim təmiz deyib hər işdən çıxırlar. Elə yox ha. Qəlb necə təmiz olur? Yuxarıda şeyx vəsfini gətirdi. Və həmçinin Allah Subhanahu wa Ta'ala ayələrini gətirir, İbrahim Aleyhisselam haqqında danışır və s. Deyir ki, İzcəə Rabbəhu bi qalbin səlim. O vaxt ki, İbrahim deyir Rəbbinə ayədə bu cür keçir. O vaxt ki, İbrahim Rəbbinə salamat qəlblə gəlmişdir. Şeyx deyir, salamat qəlblə, yəni səlimən lillahi azza və cəllə minəşşirki. Həmçinin yenə vəsflər gətirir. Salamat qəlb nə ilə olur? Şirkdən uzaq olmalıdır. Allaha şərik qoşmaqdan. Vəl-ğişşi, vəl-kibri, vəl-xida, vəl-məkr. Bu sözlərin 4 dənə söz saydı. 3-ü eyni mənada sözlərdir. Cüzi fərqləri var. Ehtiyac yoxdur. Yəni, şeyx deyir ki, şirkdən, yalan danışmaqdan, aldatmaqdan, sahtəkarlıq eləməkdən, bu kimi şeylərdən uzaq olmalıdır. Vəl-məkr, hiləgərlikdən uzaq olmalıdır. O qəlb. Onda salamat olur. Və qeyri zəlikə min əfətil qulub. Və qəlbin xəstəlikləri olan digər məsələlərdən qəlb uzaq olmalıdır, deyir. Sonra deyir ki, şeyx, fəizə saləhət ə'məlül cəvarih fəhəzə dəlilun alə salahil qalb. Qəlbim təmizdir, amma içki içir. Şeyx deyir ki, əzaların salih əməl etməyi, əzaların yəni islah olmağı, salih əməllər etməyi qəlbin salamatlığından xəbər verir. Yaxşı, əzaların fasiq əməl eləməyi nədən xəbər verir? Qəlbin fasiqliyindən xəbər verir da. Sən gəlib bir qonşunun məsələn balasına bir dənə köynək alıb əyninə geyindirəndə ki, ala bilmir valideyni. Sən alıb kömək eləyəndə, sədəqə eləyəndə Allah üçün. Necə ki, bu sənin qəlbimin rəhmətindən, sənin insani əxlaqi duyğularından xəbər verdiyi kimi asliklər də elədir də. Asliklər də sənin qəlbin fəsadlığından xəbər verir. وإذا فسدت أعمال الجوارح فهذا دليل على فساد القلب لأن القلب ملك الجوارح. Tamam. Sonra isə burada bir duanı gətirir. Deyir ki, ona görə də qəlb məsələsi mühüm olduğuna görə də Allah Rəsulü Muhammed sallallahu aleyhi və səlləm nədir? Bu duanı çoxaldardı. Necə ki, Ayşə radiyallahu anhədən gəlir ki, o deyir ki, Allah Rəsulünün ən çox etdiyi dua idi. Hansıdır? Allahümmə ya muqallibəl qulub, səbbit qulubənə alə dinik. Təhrikdə eləyən deyirsən ki, səbbit qalbi alə dinik. Ey Rəbbim, ey qəlbləri çevirən Rəbbim, qəlbimi dinin üzərində sabit saxla. Hasan deyil, dində sabit qalmaq. Allah müvəffəq eləməlisən. Nə qədərləri var ki, bizdən idilər da. Azdılar, getdilər. Duanı çoxaltmaq lazım. Allah Rasulü Muhammed sallallahu aleyhi və səlləm yer üzərinə ayaq basanların ən şərəflisi, ən üstünü, ən fəzilətlisi. Görürsünüz, ən çox etdiyi dua bu idi. Ey qəlbləri çevirən Allah, Rəbbim, mənim qəlbimi dinində sabit elə. Qoru. Bizdə biraz arxayınçılıq var. Sanki bizə vəhiy gəlib, bizə müjdə verilib ki, sən azmayasın. Nə elm örgənmirik, nə elm örgənənlərin ətrafında olmuruq, nə xeyir məclislərində deyilik, nə xeyir məclislərində təşviqimiz yoxdur. Şeylərə diqqət eləmək lazımdır. Və həmçinin Şeyx Salih Əl-Fovzan gətirir bir ayəni. Deyir ki, elmdə rasix olanlar, elmdə mütəməkkin olanlar, elm verilmiş kəslər nə deyərdilər? Allah Subhanahu onlar haqqında çünki xəbər verib, onlar deyərdilər ki, Rabbənə lə tuzigh qulubənə bə'də iz hədəytənə. Daha doğrusu deyir ki, ey Rəbbimiz, bizi doğru yola yönətdikdən sonra qəlblərimizi azdırma. Fikir verin. Bu da Allah Subhanahu elm verdiyi kimsələrin sözüdür. Və sonra şeyx deyir ki, qəlb əsildir, əsl olan qəlbdir və s. bundan danışır. Ona görə deyir ki,
Sonra burada bir məsələyə toxunur. Ona toxunaq inşallah. Deyir ki, təhrif edənlər olsun, şəriətin sözlərini, şər'i məsələləri olsun, hökmləri olsun, təhrif edənlər və həmçinin aldadanlar, daha doğrusu aldananlar. O kəslər ki, kimlərsə onları aldadıblar bəzi şeylərlə, bəzi ümumi sözlərlə, fətvalarla və s. Və o kəslərin deyir, sən əgər onlara sual versən, fikir verin, onlara sual versən, fətəqulu ləhu və ona desən ki, liməzə təhliqu lihyətəkə, nə üçün saqqalını qırxırsan? Liməzə lə tusalli, nə üçün namaz qılmırsan? Və nəhvə hədihil əs'ilə əl-mütəalliqə bil-fəraid şəriyə və sünən əş-şərifə. Və deyir ki, istəyir fərz məsələlər olsun, sünnə məsələlər olsun. Bu kimi məsələlərdən ona suallar versən, ona deyər, o deyirsə, deyəcək ki, əl-imanu fil-qalbi. Təbii ki, bu, əlhamdülillah, bizim qardaşlarımızdan belə şey söz eşitməzsən, belə şeylərlə nədir? Yola verməzlər. Əlhamdülillah, bu cahillərin çox vaxt etdiyi şeylər. Deyir, onlar sənə deyərlər ki, əl-imanu fil-qalb. İman qəlbdədir. Və rubbəmə yəstədillu bi qavlin nəbi sallallahu. Ola bilsin ki, hətta sənə dəlil gətirsin ki, Muhammed sallallahu aleyhi və səlləm deyib ki, ət-təqva həhunə və yuşiru ilə sadrihi sələsə mərrat. Onu gətirir həmən hədisi. Allah Resulü ki, ət-təqva həhunə 3 dəfə. Təqva buradadır, təqva buradadır. Qəlbinə işarə edir. Deyir, ola bilsin ki, hətta onu gətirsin sənə. Yəni, təqva qəlbdədir. Nə istəyirsən məndən? Əsas qəlb təmiz olsun və s. Bu cahillərin işlətdiyi sözlərdir. Və yuşiru ilə sadrihi həmən hədisi gətirir. Şeyx deyir ki, bəli, nəam deyir, bəli, əl-imanu fil-qalb. İman qəlbdədir deyir, biz qəbul edirik. Və lakin, izə kənə fil-qalbi imanun salihəl əməl. Əgər deyir, qəlbdə iman olsa, biz sizə deyir, onu deyir. Qəlbdə iman varsa, əməllər salih olmalıdır deyir. Yaxşı, biz sizin razılaşdıqda qəlbiniz təmizdir. Onda salih əməllər olmalıdır sizin əzalarınızda. Biz görməliyik yaxı, onu görmürük yaxı. Və salahət cəvarih. Əzalar islah olmalıdır onda. Və həlqul lihyə və tərkus salati və nəhvə zəlikə minəz-zunub. Və deyir, saqqalı qıxmaq olsun və namazı tərk eləmək olsun. Bəs bunlar deyir günahdaxı. Və innəmə huvə fəsadun yədullu alə ennəl qalbə. Deyir, bu deyir, fəsad olan əməllərdir. Bunu deyir, şeyx, islah eləmək lazımdır. Və fil müqabili fə innəhu izə sadara anil cəvarih və anil cismi ə'malun tayyib. Amma deyir, bunun əksi nədir? Zahirdə bir insandan salih əməllər görsən və s. Fəhəzə dəlilun alə ennəl qalbə salihun. Onda deyir, bilirsən ki, bu onun qəlbinin salamatlığına dəlalət edir. Və həzə min ba'dil məani əlləti yəhtəmiluhə qavluhu sallallahu aleyhi və səlləm izə saləhət saləhəl cəsədi kullu. Bu da deyir, hədisdən öyrəndiyimiz bəzi faydalar idi. Allah subhanahu ta'ala istəyirəm ki, bizə eşitib faydalanmağı müvəffəq etsin. Allah subhanahu və teala şəriətindən tam olaraq yapışmağı bizə müvəffəq eləsin. Nə ki, Allahın əmridir, onları yerinə yetirməyə, nə ki, qadağandır, onlardan uzaq durmağı Allah subhanahu bizə müvəffəq eləsin. Allah subhanahu ta'ala qəlblərimizi gözəl qəlblərdən eləsin, sevib razı qaldığı qəlblərdən eləsin. Orada nə fəsad var, çıxarsın bizdən. Allah bizim halımızı islah eləsin və bizi bağışlasın. Subhanəkəllahumma bihamdik, əşhədu an la ilahe illə ənt, əstəğfiruka və ətubu iləyik.